Söhbət bir nədən gedir? Bu AFFA'nın icra komitəsində bir klubun ya da iki klubun nümayəndəsi olanda, qardaşım, nə olsa ya, nə olsa bu söhbətə hamı deyəcək. Bu söhbətə hamı deyəcək. Cəmaət bir sözlə fikirləşir. Halbuki mən əminəm ki, belə şey yoxdur. Deyirlər ki, misal üçün, Qarabağa nəsə lazım olanda, elə Qurban oturur hamı ilə bir yerdə. Deyir, qardaşlar, Qarabağ üçün filan şey eləyək də. Ya da bu Sabahın iki nümayəndəsi Maqsudla Balaş oturur. Deyirlər, yəni Sabah üçün filan şey. Belə fikirləşirlər. Qardaşım, bu komitəyə klubdan adam götürmək istəyirsənsə, bütün klublardan adam götürür. Geri gəlmişsən. Götürmək, yəni belə eləyirsinizsə, misal üçün da tutalım da Balaş Qasımov futbolu o qədər yaxşı bilir ki, məsələn, bu normal bir şeydir, yəni ola bilər bir şeydir. Bunu AFFA-ya, icra komitəsinə dəvət edirsiniz. Oturun, söhbət edin, deyin, Balaş müəllim, çıxın sabahdan, gəlin AFFA, bütün gücümü şeyə xərclə. Azərbaycan futbolunun inkişafına, inkişaf belə edirəm. Niyə görə? Çünki inkişaf yoxdur ümumiyyətlə. Azərbaycan futbolunun geri inkişafı gedir. Yəni, ya bütün klubların nümayəndəsini qoyun, təsəvvür edin, biz qonaq dəvət eləmək qərara gəlirik ki, hər veriliş qonağımız var. Amma hər veriliş tutalım Neftçidən gəlir adam. Neftçiyə qarşı heç nə demirik burada. Sabah gec-tez kimsə yəni başını qaldırıb deyəcək ki, qardaşım, başqa klublardan dəvət edilir. Bu vardan da bayaqların bir dənə fikrimi qoy tamamlayayım, qaldı sonuncu demək istədim. Üzr istəyirəm. Deməli, indi ki, məsələn, biz demirik, hakimlər qərəzlidir, yavını ki, məsələn, qarşı tərəf keçdirir. Mən də düşünmürəm qərəz. Söhbət yox. Varla bağlı, indi bütün dünyada hər yerdə təbliğ olunur. Tam qərarla, yəni ki, oyunda tam haqlı olaraq oyunun tempini salır. Nəysə, indi bəzi şeylər var, momentlər var ki, kimsə istəyir, kimsə istəmir. Olmağı okeydir. Okey, olsun. Amma bir sən hava şovu başlayacaq, İsmail. İndi ki, bu Amerika MLS liqasında hansı ki, hakimlərin o qulağında olan o şeylə vardan ki, gələcək, izahlı danışacaqlar, bütün tribun eşidiləcək. Orada indi də təsbiq edirlər. Bəzi çempionatlarda, bəzi turnirlərdə. Bizdə də olmalıdır. Gələn ildən mi, yoxsa o birisi ildən həmin o söhbətlər gedəcək ki, vardakı o nə deyir, buradakı nə deyir. Bütün stadion hamısı eşidəcək onu. Qaydaların futbol azarkeşlərinə, elə məşqçilərinə, futbolçulara. Hansı azarkeşə? Yox, aha. 50 nəfər, 100 nəfər. Sən 50 nəfər adam gəlir, sən o texnologiya xərclədiyin pulu normal 2 dənə kreativ adam dəvət eləyin. Normal 2 nəfər kreativ adam dəvət eləyin ki, futbolu təbliğ eləsin, cəmaət gəlsin şeyə də. Sən Baleçkin yox deyir. Sən yox da hər oyuna 50 nəfər, 700 nəfər adam gələndə sən deyirsən ki, urra rekord vurmuşuq. Sən mən şey eləyirsən. Bir dəqiqə deyəm. O mikrofonsuz da Azərbaycandakı oyunlarda inanın mənə, mən oyunlara gedən adamım. O mikrofonsuz da eşidilir, studiya nə danışır, oyunçu nə danışır. Hər şey eşidilir, narahat olmuyor. Okey. Hə, buyur. Deməli, Qurban Qurbanovun AFFA-nın icra komitəsinin iclasında iştirakı gözlənilirdi. O da çox olmalıdır. Tovuz şəhərində belə deyək, Turan Tovuzun işləri ilə əlaqədar olaraq, akademiyaya baxışla əlaqədar olaraq AFFA-nın belə bir iclası mərasimi təyin edilmişdi və bu səbəbdən Kəpəz-Qarabağ maçı, Qarabağ-Kəpəz görüşü Bakıda deyil, Tovuz stadionunda keçirilməli idi və ona hazırlanmışdı hər şey. Amma Qurban Qurbanov həmin o toplantıda iştirak eləmədi. Çünki ümumiyyətlə o toplantı olmadı Tovuz şəhər stadionunda. AFFA rəsmiləri rəhbərliyi bildirdi ki, bizim təcili işimiz çıxıb, iclas Bakıda olmalıdır və Qarabağda əlbəttə ki, Tovuz şəhər stadionunda, o Tovuz şəhərində olduğu üçün, oyuna hazırlaşdığı üçün Qurban Qurbanov Bakıdakı mərasimə qatıla bilməzdi. Bax, belə bir anlaşılmazlıq olmuşdu. AFFA rəhbərliyi dedi ki, bizim təcili işimiz çıxdı, ona görə də Bakıda keçirməli olduq bu iclası. Qurban Qurbanov bu səbəbdən həmin o mərasimə qatılmayıb. Həmin o mərasimdə də 2 oyunçuya cəza verildi. Həmin o mərasimdə də Qarabağın o mərasimdə olmayıb. O mərasim, o nizam intizam. Onlar mən fikrimi bildirim buna. Əziz dostlar, danışmağa. Danış. İsmaili qoymursan danışmağa. Yox, sən dedin, tamamladım. İndi sualım Ruslana, sən o mövzuda fikrini bildirərsən.
Bir dənə sualımı ünvanlayım. Əlbəttə. Nizam-İntizam Komitəsinin qərarı oyundan bir gün öncə oldu. Bəli. Deyəsən, əvvəl oldu. Elvin Cəfərquliyev də oyunun heyətində idi, əminəm. Musa Qurbanlı da həmçinin oyunun heyətində idi. Yəni bu cəza istərsiniz Qurban Qurbanovun planlarına təsir etdi. Yəni bu iki futbolçu ilə oyuna hazırlaşırsan, qarşıdakı oyuna hazırlaşırsan və oyuna bir gün qalmış, lap 2 gün qalmış bilirsən ki, sənin iki futbolçunu cəzalandırdı Nizam-İntizam Komitəsi. Bütün planların alt üst oldu. Bax belə də futbolçu və məşqçilərə necə təsir edir? Özün də məşqçisən, özün də futbolçu olmusan. Ümumiyyətcə bu iki futbolçunun ikisi də bizim Azərbaycan millisinin oyunçularıdır, düzdür? İkisi də dəvət olundu milli komandaya. Çempionatda limit qadağası olduğu üçün, limit tərtib olduğu üçün ikisi də Azərbaycanlı futbolçu. Sən hansı ki həftəlik siklında, ümumiyyətcə planında oyuna hansı ki Gəncəyə qarşı oynayırsan və bilirsən ki Gəncə Kəpəz komandası doğrudan da elə bir klubdur ki, Luboy moment nəsə bir sürpriz eləyə bilər. Sən bu oyuna bəlkə də Neftçiyə qarşı və yaxud da nə bilim Araz Naxçıvana qarşı, Sabaha qarşı fərq etməz də, yəni Kəpəz fikirləşib ki, bu dəqiqə hal-hazırda durumu yaxşı deyil və o komandaya belə yanaşaq, onsuz da bunlar olmasa da bu quşlarla da udacam, elənsinə yanaşmır yəni Qarabağ. Və bu iki futbolçunun ikisinə də cəza verildiyi üçün mən də həftəlik planımda o gedişatlarda, taktiki planda hansındakı işləyirəm mən Gəncə ilə oyunda həmin o planlarla, o taktiki kombinasyonla şeyləri eləyəcəm və mənim 2 dənə futbolçumun oyundan bir gün qabaq mən gedirəm, qalıram Tovuzda və o qərar çıxır ki, sabah siz oynamırsınız və bu ikisi də Azərbaycanlıdır, limitdir. Sən onların yerinə təsəvvürlə ikinci alternativası var komandanın, söhbəti yox. Planlar pozulur. Sən qurduğun işlərin hamısını elə biri var, mən səni tanıyıram. Evet ki, o planı üstündən belə xət çəksən, gəl sıfırdan başlayaq. Hazırlığımızı oyuna bir gün qalmış ki, planımızı bu formada quraq. Əlbəttə ki, bu həmin bu qərardan sonra da nəinki Qarabağ komandasını, hep başqa klub olur olsun, kim olur olsun. Sən yenə deyirəm, həftəlik siklda hazırlaşdığın sastavı qurursan, oyundan 2 gün, 3 gün qabaqcadan sən bilirsən ki, bunları oynadacaq məşqlərdə icra eləyirsən. Sən oynatmayan da əlbəttə ki, sənin oyununa da təsir göstərəcək. Gəncə komandası da elə bir boy göstərdi ki, oyunda indi oyuna gəlib çıxacaq o məqamlara da. Yəni bir də Qurban Qurbanovun gileyləndiyi məsələ stadionun sulamaması ilə bağlı idi. Qardaş, mən hava isti, stadionu sulamamaq o deməkdir ki, sulanmayıb, yəni çox çətin idi belə şəraitdə deyir oynamaq. Sürüşməsi süni meydançada qardaş ürəyin istəyən kimi olmayacaq. Niyə iminlə xarici futbollara bir dənə bax, Avropada istəyir süni olsun, istəyir təbii ot olsun. Razminkadan qabaq meydança sulanır. Çıxır komanda Razminka pası versən şap istədiyin kimi gedir. Razminka ilə girirlər meydançadan təzədən çəri. Soruşurlar ev komandasından ki, qardaş, sulayacağıq təzədən oyundan qabaq yenə Razminkadan sonra da. Məsələn, Qarabağ 100% deyir ki, suluyor meydançanı. Çünki oyuna təzədən girəndə həmin o necə ki, çotki paslar, pasın şiddəti, topun meydançanın üstündə o topun özünün öz dərisi, öz materialı var. Yerə dəyir. Yer quru olanda top yerə dəyir, belə dın atlana gedir. Amma yer su olanda məsələn, o top istədiyin kimi gedir. Ona görə də həmin o meydançanın Qurban müəllim dediyi kimi hansı ki meydançanın quru olmağı doğrudan da oyunun tempinə təsir göstərir və burada da başqa bir şey qalır ki, yəni mən əgər Gəncə evdə Tovuzda oynayırsa, Gəncə bilirsə, Kəpəz bilirsə ki Qarabağa qarşı oynayır. Texniklə oynayır. Sulamıram. Ona görə də qardaş, mən qaydalar çərçivəsində futbolunu bicliklər eləyirəm və yaxud da nə bilim nə yollardan, hansı ki qaydaları pozmadan mən Luboy variantı əl atıram ki, qardaş Qarabağdan xal alım. O qayda pozuntusu sayılmır. Yox. Nə qayda pozuntusu? Sulamıram. Qardaş, mənim şlangım işləmir, suyu kəsiblər, yoxdur su. Mənə istədiyə bilmərsən sən. Kimlərə mühalifət? Vedirəylə sula, indi ona gələcəm. Sən oyundan 10 il, 15 il bundan qabaq məsələn biz oynayırdıq, tutaq ki, hansısa bir klubla, məsələn də Azərbaycan çempionatında gedirdin məsələn oynayırdın hansısa bir bölgəyə. Bilirdin ki, o həmin oranın stadionu bildiyin məsələn palçıq idi. Tovuzun indi stadionunu dəyişiblər, süni eləyiblər, düzdür? O vaxt biz meydan oynamağı mən Neftçidə oynayanda məsələn gedirdik Tovuza. Növbəti mövsüm Premyer Liqada iştirak edəcək İmişli, Mingəçevir, bunların stadionu bərbaddır. Yəni onlar nə edir? Düzəldəcəklər. Il vaxt verir. Düzəldəcək, onu düzəldəcəklər. Onlar onun hamısını yoluna qoyacaqlar. Əgər verəndən sonra ixtiyarı o düzələcək. Biz məsələn gedirdik tutaq ki, Tovuzla oynamağa, Tovuzda.
o vaxtı 2010-da 15 il bundan qabaq. Stadionu təbii otuydu. Amma bildiyin Qarabağ Tofiq Bəhramov kimi və yaxud da Azərsun Arena kimi qutu kimi yəni belə deyildi, hansını belə bir bildi səməni kimi belə çıxıb bildiyin yəni getmisən bərbər qırxıb qutu kimi damsı. Kələ götür torpaq altdan o çayır ot çıxırdı, top gəlirdi ona dərdi, danq istiqamətini dəyişirdi. Və biz bilirdik ki məsələn onsuz da stadion biraz belə pis vəziyyətdədir. Götürürdük ora rezin butsu. Gəlirdi oyundan qabaq görürdü ki, məsələn, sulaması stadionun məsələn, Tovuz indi demirəm, ümumiyyətlə başqa komandalar, hansılar ki, güclü komandaya qarşı oynayırlar, gecədən şlankları salırdılar ki, poliyə. 5 dənə, 6 dənə, 8 dənə suyu da oradan asır, gəlirdin, baxırdın, görün ki, luja, bildiyin spurt hər yer sudur. Rezin butsu. Həmin o rezin butsu da ki, sən bu palçıqlı poliyada qaçırsan, rəqib komandada çıxıb belə-belə itilənmiş dəmir butsu ilə. Mənə pas verir, mən qaçmaq istəyirəm, zaq ağzım girdi yerə, bölümdən o birisi oyuncu dəmir şipli butsu ilə qaçır gedir. Yəni onu mənə heç kim, nə hakim, nə bilim affa, nə heç kim deyə bilməz ki, sən meydansan ya suladım, palçıq eləmsin. Qardaş, yumşaltmaqdan ötürü mən bunu belə eləmişəm. İndi Qarabağa da qarşı oynayır, mən qardaş sulamıram. Bilirəm ki, Qarabağ tempdə oynayır, kombinasyon oynayır, tez pas oynayır. Bunlara meydansan sulasa qardaş çıxıb əziyyət çəkəcək. Ona görə yəni heç kim heç nə sənə deyə bilməz. Orada da qanun pozuntusu deyil. Yəni orada heç nə affa sənə deyə bilməz. Niyə meydansan sulamadın? Standart. Yaxşı, mən Qarabağ olaraq tələb eləyirəm ki, stadion sulanmalıdır. Öz meydansanda sulayarsan qardaş. Mənim meydansamda mən nə istəyirəm eləyirəm. Mən sulamıram. Mənə rahat deyil.